Sizə bugün özümə məxsus, heç bir səhifədə olmayan qoz reseptini paylaşıram. İzləyin sona qədər, baxın görün niyə bu qədər iddialı danışıram. 2 ədəd yumurta, 1 ədəd yumurtanın sarısı, 1 stakan pesok ilə töküb çırpıram. Digər tərəfdə yağı çəkirəm tərəzidə. Yağı əlavə eləyirəm və xama. Xama 25%li xama olmalıdır. Üzərinə tökürəm və qatıq 3 xörək qaşığı qatıq əlavə eləyirəm. Qatıqla da çalıram. Gördüyünüz kimi baxın, qatığı əlavə elədim burada və çaldım təzədən mikserlə. 500 qrama yaxın un getdi, 500-550 qrama yaxın un getdi. Mən bütün prosesi hazır özü çalan mikserimlə elədim, yəni çox rahat olur. Və burada tavanı qoydum, artıq qoz bişirən tavanı qızmağa və qozumu bişirirəm. Heç biri yanmadı, heç biri yapışmadı. Yəni canlıda xanımlar mənə şikayət edirdi ki, yanma, yapışma olur. Mən simitan vururam ya, mən qatıq da vururam. Bu mənim, yəni illərimin reseptidir. Qatıq vuran, yəni qatıq vurub simitan vurmayan var, simitan vurub qatıq vurmayan var. Amma mən hər ikisini də vurduğum zaman bu qoz şirniyyatı həqiqətən də canlıda da göstərdim, çox yumşaq olur. Burada artıq keçirəm iç hissəsinin kremini hazırlamağa. Mən kreminə yağ da vururam, yəni nəyə görə vururam? Keçmiş dad artıq bişmiş molekulardan gəlmədiyi üçün, fərqləndirmək üçün yağ da qatıram. Yəni möhtəşəm olur. Sifariş götürürəm. Kilosu sadənin 15 manatadır, içi qozunun 18 manatadır. İçi dop-dolu şəkildə olur, özünüz də yəni videoda görürsünüz. Yəni həqiqətən mən bu resepti heç kimdən götürməmişəm. Ona görə də izləyin, səhifəmi bəyənin, yorumlarda gözləyirəm sizi qızlar.